Buyururlar ki, insan qəlbində necə Allaha qarşı o sevgini hərəkətə gətirə bilər? O səbəblərdən biri tez-tez o seviləni xatırlamaq və qəlbdə həmişə onu yad etmək, Allaha yad eləmək. Necə ki, Allah Azze və Cəllə bu ki, "Ya eyyuhellezine amenu zkurullaha zikran kəsira." Ey iman gətirənlər, Allahı çoxlu yad eləyin. Və insan əgər sevəni, həqiqətən də belədir, insan nə qədər sevəni çox yad eləsə, bir o qədər ona sevgisi artır. Nə qədər ki, bir insan sevdiyi bir qadın olsun və yaxud da sevdiyi bir dostu, yoldaşı olsun, ona qarşı sevgisi, məhəbbəti daha da artmış olur. Nə qədər onu çox yad eləsə, xatırlasa, məhəbbəti, sevgisi bir o qədər çoxalmış olur. Və Allaha olan sevgi də belə. İnsan nə qədər Allahı tez-tez xatırlayarsa, yad eləyərsə, ona zikr eləyərsə, sevgi bir o qədər artmış olar. İkinci səbəblərdən çox uzatmayacağım. İkinci səbəb, necə insan o sevgini əldə edə bilər, qəlbində onu hərəkətə gətirə bilər. Allahın insana verdiyi nemətləri düşünməklə. Allah Subhanahu wa Ta'ala insana çoxlu nemətlər verib. İstər məskən neməti olsun, istər geyim keçimi olsun, istər yeyib içmək olsun və s. İnsan nə qədər bunları öz üzərində düşünərsə, baxarsa ki, həqiqətən bunları mənə verən Allahdır, bir o qədər də Allaha olan sevgisi artar. Necə ki, Allah Subhanahu wa Ta'ala buyurur ki, "Fəzkuru əla Allah ləalləkum tuflihun." Allahın sizə olan nemətlərini xatırlayın, bəlkə siz nicata çatasınız. Ona görə insan nə qədər Allahın nemətlərini xatırlayarsa, bunları öz üzərində görərsə, doğrudan da ona qarşı olan sevgisi bir o qədər artmış olar. Və sonunda isə əziz qardaşlar, bu qeyd etdiyimiz 3 dənə məsələ alimlər bu ibadətin dayağından sayılır. İbadətin rüknudur bu 3 məsələ. Sevgi, ümid və bir də qorxu. Ona görə də ibadət bu 3 şeydən kənarda deyil. İnsanın Allaha olan ibadəti bu 3 şeyin ətrafında olmalı. Buna da dəlil alimlər bu ki, Fatihə surəsidir. Elhamdülillahi Rabbil alemin. Həmd olsun alimlər Rəbbi olan Allaha. Bu ayət-i kərimədə alimlər buyurur ki, birinci ayət-i kərimə bizə sevgini verir, məhəbbəti verir. Necə ki, alimlər buyurur ki, həmd ona deyilir ki, əgər o şeydə ki, bir şey ki, sevgi ilə tərif olunursa, o tərifdə sevgi varsa, bu deməli sənadan sayılır, tərifdən sayılır. Yox, əgər o şeydə, o tərifdə sevgi yoxdursa, o tərif sevgidən boşdursa, necə ki, məsələn, bir insan bir nəfərin qabağında şeir deyir, amma onun qəlbində şeir söylediyi adama qarşı heç bir sevgi, məhəbbət yoxdur. Bunu alimlər buyurur ki, bu mədh adlanır. Həmd yox, bu mədh adlanır. Amma sevgi ilə olan həm həmd, həm də səna adlanır. Deməli, alimlər buyurur ki, Elhamdülillahi Rabbil alemin bizə onu verir ki, deməli, Allah olan ibadət sevgidən olmalı. Ar-Rahmanir-Rahim, mərhəmətli və rəhimli olan. Və ikinci ayət-i kərimə bizə onu verir ki, Allahın mərhəmətindən əli üzməmək, yəni ümidi verir bu ayət-i kərimə bizə. Və üçüncü ayət-i kərimə isə Elhamdülillahi Rabbil alemin, Ar-Rahmanir-Rahim, Maliki yevmiddin. Din gününün hökmdarı, din gününün sahibi. Bu ayət-i kərimə isə artıq insanın qəlbində o titrəyiş, o qorxunu hərəkətə gətirir. Ki, həqiqətən də o günün hökmdarı, o haqq günün sahibi Allah Subhanahu wa Ta'aladır və hamımız o gün Allahın qabağında duracaq. Artıq insan bu ayət-i kərimələri fikirləşəndə o qorxu hissi onun qəlbində oyanmış olur və beləliklə o qorxu, alimlər bu ki, o qorxu onun üçün günahlarla onun arasında bir maniyə, bir pərdə olur, bir sipər olur. O qorxu imkan verir ki, insan günahlara düşsün. Və sonra isə növbətə İyyəkə nə'bud, yalnız sənə ibadət edirik. Deməli, bu əvvəlki 3 ayət-i kərimə, yəni İyyəkə nə'bud ayəsi qayıdır əvvəlki 3 ayət-i kəriməyə. Deməli, ibadət neyin üzərində qurulub? Qurulub sevgi, ümid və bir də qorxu üzərində. İyyəkə nə'bud, yalnız sənə ibadət edirik. Yəni necə? Sevgi ilə sənin mərhəmətini ümid edərək və həmçinin sənin əzabından qorxaraq, ya Rabbim. Və sənə ixlaslı formada ibadət edirik. Yalnız sənə ibadət edirik. Səndən başqa heç kim ibadət etmirik.